16-cı əsrin iki böyük şəxsiyyəti Şah İsmail Səfəvi və Məhəmməd Füzuli ilk dəfə Bağdadda qarşılaşmışdılar. Şah İsmail İraqa demək olar ki, heç bir müqavimət olmadan daxil olmuş, xalq tərəfindən böyük təntənə ilə qarşılanmışdı. O, Bağdad cəmaatı ilə söhbət etdiyi zaman həmin dövrdə hələ gənc bir şair olan Füzuli ilə də görüşmüş və ona yüksək ehtiram göstərmişdi. Şah İsmail ona həm bir hökmdar, həm də bir şair kimi iltifat etmiş, Füzuli də eyni nəzakətlə qarşılıq vermişdi. Bu görüş gənc şairin yaddaşında dərin iz buraxmışdı. Elə buna görə də Füzuli özünün ilk böyük əsərlərindən olan Bəngübadəni məhz Şah İsmailə həsr etmiş və burada böyük Səfəvi hökmdarını belə tərifləmişdi. Məclis əfruz bəzrəcah xəlil, cəmi əyyam Şah İsmail, ondan asudədir qəni yücəda, xəllədəllahu mülkəhu əbəda. Lakin Osmanlı dönəmində hazırlanan bir çox nüsxələrdə bu hissələr çıxarılmış, beləliklə Füzulinin Şah İsmail olan məhəbbəti qəsdən gizlədilmişdir. Füzuli-şünas Hasibə Mazıoğlu Füzulinin iki farsça qəsidəsində Təbrizə gedərək Şah İsmailin diqqətini daha da çəkmək istədiyini qeyd edir. Əlavə olaraq Şah İsmaili Şah-ı Nəcəfin nəslindən olan bir müddət Nəcəfi özünə məqam seçən, düşmənləri ilə qılınc dili ilə danışan, səxavət sahibi və sair kimi sifətlərlə yad edir. Sadəcə Şah İsmailə deyil, onun həkimi Rüknəddin və sərkərdələrinə də məthiyələr yazmışdır. Mənbə Füzuli yaradıcılığında Şah İsmail Xətainin tarixi portreti, allegorik təcəssümü və şair şəxsiyyəti, səhifə 88-90.